Sabahınız xeyir, dəyərli tamaşaçılar, Space TV-nin daimi tamaşaçıları hələ bu harasıdır, yenidən efirinizə gəlibdir və həftənin cümə günüdür. Bu həftəni artıq bitiririk, biz bitiririk, amma hələ şənbə bazar var və yetərincə istirahət edəcəksiniz. Və bugün, sabah, bir gün sizə bol-bol istirahətlər, xoş gün və o qədər gözəl hava var, o qədər gözəl yağış yağır ki, inanın ki, əhvalım çox yüksəkdir və fonda əminəm ki, vağzalı sədalarını eşidirsiniz. Bütün subaylara, Allah təala bu vağzalı sədaları altında gəlin köçməyi, bəy olmağı, şənlik etməyi, toy etməyi arzu edirəm və tam bu yerdə mövzumuzu elan etmək istəyirəm. Bax, vağzalı sədaları elə belə çalınmır. Mövzumuz şənliklərimizi idarə edənlər və yola verənlərdir. Amma mövzumuz ətrafında danışacaq insanlar o qədər gözəl, bu haqda müzakirə edə biləcək insanlardır ki, elə başlayım qonaqlarımızı dəvət etməyə və ilk növbədə dəyərli bir insanı dəvət edəcəm. Kulturolog Aydın Xan Əbilov. Buyursun, gəlsin qonağımız. Salam, xoş gəlmişsiniz. Buyurun. Tam mikrofonunuzda eyni rəngdə geyinmişsiniz. Hə, yaxşıdır. Cümə günüdür. Bütün müsəlmanlar cüməsi mübarək olsun. İslamın rəngidir. Təşəkkür edirəm. Mən də sizin simanızda tamaşaçıları salamlayıram. Çox sağ olun, təşəkkür edirəm. Xoş bir Buyurun, əyləşin, hardasa, rahatsa. Və daha bir qonağımızı dəvət edəcəm. Əminəm ki, o insanı elə Respublikada 10 keçirilən toy məclislərinin 6-sında, 7-sində demək olar ki, görürsünüz. Bədii qiraətçi, el şənliklərinin mahir aparıcısı Pünhan İsmailini dəvət etmişik. Buyursun Pünhan İsmailli. Xoş gəlmişsiniz. Təşəkkür edirəm. Xoş gördük. Sabah xeyir olsun. Sizləri salamlayıram və bütün bizə baxan tamaşaçıları salamlayıram və Space TV-nin bütün belə deyək də işçilərinə gözəl istirahət, xoş arzular bildirirəm. Təşəkkür edirəm. Xoş gün, uğurlu gün, gözəl istirahət və sizi gördük, lap gözəl olduq. Buyurun, keçin, əyləşin. Harada sizə rahatdır, orada da əyləşin. Və gözəl bir xanım dəvət edəcəm. Həqiqətən bu xanımı biz sevirik, özü də özünü sevir. Özünə o qədər baxımlı bir xanımdır ki, Nazilə xanım səfərli, həm el şənliklərini idarə edir, həm xınayaxtı məclislərini həm təşkil edir, həm idarə edir. Xoş gördünüz. Sabahınız xeyir olsun, xoş gördük. Hamınızın sabahı xeyir olsun. Baxmayaraq ki, biz yolda islandıq gələndə, amma eyb yoxdur. Sizin verilişə ruzu yağır yəqin ki. Yağış, ruzu, bərəkətdir. Yağışınız, ruzunuz. Çox sağ olun, təşəkkür ederim. Buyurun, əyləşin. Və üzürlü sayın, mikrofonu götürəcəm. Və daha bir qonağımız da var. Qonağımızın özünü o qədər sevirəm, o qədər pozitiv ötürür insana. Və həmin insan, deməli, ay, nə qədər onun üçün həm aktyor, həm həmkarımdır, aparıcıdır, həm tamadadır, həm də eyni zamanda aşbazdır. Məcid Həsənov, Məcid Usta. Necəsən? Maşallah, maşallah. Bu günləri Osmanlı xanımlarına oxşursan, nə qədər gözəlsən. İcazə ver bu gündən sonra sənə Təranə Sultan deyim. Ay, nə gözəl. Və sənin çox saylı tamaşaçılarını da salamlayıram. Bilirəm ki, sən verilişin çox baxımlı verilişli sözün həqiqi mənasında. Özün kimi verilişin də maraqlıdır. Çox saylı tamaşaçılarını da salamlayıram. Bir duam var, hər sabah onu eləməsəm olmaz. Hər dəfə deyirəm, uğur yollarınızdan, təbəssüm üzünüzdən, sevinç isə qəlbinizdən heç bir zaman əksik olmaz. Hardan əyləşim? Hardan ürək istəyir, əyləş. Elə sizin veriliş də elə bizimki qədər, hətta daha da artıq baxımlıdır. Həm də sənin aparıcılığın, Vüsalənin aparıcılığı qeyd eləməsəm, yəni günah olar. Və bura elə bir dəyərli sənətçini dəvət edəcəm ki, sənətini, səsini çox sevirəm. Həm də xahiş edirəm, keç yerinə və mən səni elan edim. Həm də müasir toyların tamadası kimi də özü gedir, həm də el şənliklərində, yəni müğənni kimi onda çox böyük tələbat var. Samir Piriyev buyursun bura. Xoş gəlmişsən, ay Samir. Sizin sabahınız xeyir olsun və mən doğrudan biraz yağışa düşdük. Nazilə xanımın sözü olmasın, yağışdan gəldik. Yağış ruzudur, bərəkətdir. Təkrarçılıq da olsa deyəcəm. Bir daha xoş gəlmişik, səfa gəlmişik. Mən birinci dəfə olduğuna görə sənin verilişində deyirəm, xeyirli olsun, uğurlu olsun. Çox sağ ol, təşəkkür ederim. Sezonlu olmasın, həmişəlik olsun. Ay, amin inşallah. Mahnı oxumursan bizim üçün? Oxuyurum. Mahnı oxu sonra əyləş. Üzr istəyirəm. Xoş gördük sizi də. Sən məni xoşbəxt eləsən, mələyim olarsan.
Səni elə möhkəm sevərəm ürəyim olarsa, sən məni xoşbəxt eləsən mələyim olarsa, səni elə möhkəm sevərəm ürəyim olarsa, ürəyim olarsa. Məhrəmdən sonra boş gün buraxmaq istəmirsən. Yəni bu mahnını elə oxumusan ki, əsl, yəni Məhrəmdən sonra keçəkləş. Manafın sözü olmasın, çörəkli mahnı. İstəyirəm mənim yönümü göz dikmirsən. Hə, elə orada otur. Samir. Durma qapıdan. Qorxmursan sağında, solunda ki, xanım, şərə salarıq səni. Kimi? Səni. Atın ölümü deyir arpadan olsun. Nə deyirəm? Mövzumuz artıq elan etdim. Müasir tamadalar, toyları idarə edən insanlar və yola verənlər. Bax, o barədə danışacaq. Yeri gəlmişkən telefon nömrəmizi qeyd edim. 510-02-04 şəhər nömrələrinə zəng edin. Qoşulun bizə, müzakirəmizə. Əminəm bugün çox pozitiv gün yaşayacaq və yeri gəlmişkən bu məqamda hər gün olduğu kimi mövzumuza aid maraqlı süjet hazırlayır Azad Mirzə. Süjeta baxaq, süjetdən sonra isə qaydaq studiyamıza və başlayaq müzakirəyə. Bir
zamanlar Azərbaycan toylarını tamadalarsız təsəvvür etmək mümkün değildi. Məclislərimizin mənalı ifadələri, gözəl şeirləri, gəlin bəyi, qohumları xüsusi formada təqdim etməyi bacaran sinədəftər tamadalarımız. Lakin zaman keçdi. Müasir gənclər isə bəzən valideynlərin qarşısına toy qabağı ultimatum kimi bir tələb qoyurlar. Şənliyi tamada deyil, müğənni ya aparıcı idarə etsin. Səbəb nədir? Sən demə tamadaların həddən ziyada çox danışığı, bəzən ifrata keçən lətifələri, yersiz gülüşləri, qonaqları sürəkli alqışa səsləmələri, bəzən məclisin ən gür vaxtında bir qəzəl gəlsin deyərək hamını lirik notlarla yatırtmaları gənclərdə qıcıq oyadır. Əslində yalnız gənclər deyil, bir çox məşhurlar da tamada dövrünün çoxdan bitdiyi qənaətindədir. Məsələn, özünü müasir toy aparıcısı sayan bəzi tamadalar 300-400 nəfərlik məclislərdə tamadaların şeir söyləməyini və hətta qonaqları da buna təhrik etməyini hamıya bir söz verək. Hə, Əminəvəmiz də buradadır. O da cavanlara təbriklərini bildirsin. Bu tipli ifadələri yersiz sayırlar. Bu toydur, kiçik ailə məclisi deyil ki, hamı məharətini göstərsin. Ya qol götürüb oynasın fikirləri də var. Cavanlar toy edir ki, ürəkləri istədikləri kimi şənlənsinlər. Amma toylarımızın Qoç Əfəndi üslubunda qurulması onların bu arzusunu ürəyində qoyur. Şənlik poeziya gecəsinə dönür. Tamadalar öz növbəsində çörəklərinin belə qara PR nəticəsində əllərindən alınmasına şikayətlənirlər. Onların fikrincə özlərini peşəkar sayan aparıcılar toy restorandakı şou proqramla ya televiziya şou verilişləri ilə səhv salıblar. Beləcə, milli toylarımız özdə məxsusluğu itirmək üzrədir. Onlar deyir ki, nə yaxşı ki, xaricdə yaşayan həmvətənlərimiz ya regionlarımızda yenə də məclisin şahı tamadadır. Lakin Bakı toylarında aparıcılıq məsələsi dəbə düşəndən sonra gəncləri yalnız bir şey maraqlandırır. Ortaya düşüb çalınan istənilən havaya əl-qol atmaq. Nə ağsaqqal, ağbirçək, öyüdü xeyir duyası dinlənilir, nə də ki hikmətamiz fikirlər. Bəs bu qarşılıqlı ittihamların arxasında nələr durur? Doğrudanmı problemi yalnız müasirliklə köhnə ənənələrin qarşı durmasında axtarmaq lazımdır? Bəlkə səbəb əslində çox sadədir. Müğənni tamadaya da veriləcək məbləği öz qanarlarına əlavə etməsi, aparıcı isə təbii ki, toy bazarını ələ keçirmək uğrunda mübarizə aparır. Bundan toylarımız itirir ya qazanır? Və vacib sual, müasir toyları kim idarə etməlidir? Tamada, aparıcı ya müğənni? İnsanlar toylarında daha çox kimləri görmək istəyir? Tamadaları bayalıqda ittiham edən aparıcılara və müğənnilərə necə cavab gələcək? Daha ətraflı Tərənə Səmədova studiyada qonaqları ilə mövzunu müzakirə edəcək. Gözünüz bizdə olsun. Hələ bu harasıdır? Ay Qurami, bizim DJ Qurik hardaydın? Toy da yoxdur ki deyim, gecə bütün toyda olmusan, indi də... Hə, yağış yağır, ona görə üzülü səhmə olar. Mikrofonu özündən tutmuşam, sənin səsin özü gedirdi efirə. Hər şey yaxşıdır, əsas odur, tıxaçdaydım. Əsas odur, gəlib çıxmısan, salamatçılıqdır. Qonaqlarımızı tanıyırsan, toylarda görmüsən, əminəm ki görmüsən. Və... Azad, süjetə də elə vahməli musiqi qoymuşdun ki, heç olmasa bugün toy mövzusunda bu vahməli musiqini qoymayaydın. Tamam, ürəyim həyəcanlandım, amma... Ala, buyur, mikrofonu almışdım əlindən Samir. Başlayaq söhbətə və bir daha hər birinizə xoş gəlmişsiniz deyirəm. Söhbətə başlamağa hər iki imkanımız yoxdur. Reklamlara ayrılırıq, reklamlardan sonra mütləq başlayacaq söhbətimizə. Evlenmek istəyirsən, evlen sözüm yok ama bu işte tələsmək olmaz. Biraz fikirləşmək lazımdır. Yoldaşlar keçiriyor bir məsələyə. Reklamlardan geri qayıtdım və bizə dəstək verən partnyorlarımızı elan etmək istəyirəm. Hər zaman olduğu kimi geyimlərimə görə Podium Geyim Butikına təşəkkür edirəm. Buzovna qəsəbəsi Rasim İmanov küçəsi 22-də yerləşir. Daha sonra Blush Studio təşəkkürüm var. Hər gün saç düzümlərimi edirlər. Natiq Cavadov xüsusi təşəkkürüm var. Dispace telekanalı üzbəyüzdə yerləşir. Amazonka ekskluziv brend qadın ayaqqabıları mağazasına təşəkkürüm var. Gül Dünyası Gül Salonuna təşəkkür edirəm. Yusif Səfərov küçəsi 10-da yerləşir və 24 saat fəaliyyətdədir. Hər zaman 24 saat ərzində ürəyini istəyən, insanlara ürəyini istəyən çiçəkləri
hədiyyə sifariş verə bilərsiniz. İnformasiya dəstəyinə görə Axşam.az saytına təşəkkürüm var. Instagram səhifəsində Tarana aşağıdan Xət Samedova səhifəsində yaza bilərsiniz. Hələ bu harasıdır Facebook səhifəsində tapıb yaza bilərsiniz. Və telefon nömrəmizi bir daha xatırladım. 510-02-04 zəng edib bizə qoşula bilərsiniz. Və nəhayət ki, qonaqlarımızla bir söhbət etməyə macal tapdım. Və belə bir fikirlərlə, sözlərlə, xalq artistimiz Rafiq Əzimovun sözləri ilə başlayacağım. Mən toylara tamada gedən aktyorlardan deyiləm. Mən heç zaman bu yola əl atmamışam, heç istəməzdim digərlərdə bu cür qazansınlar. Çünki aktyor gərək hər zaman öz səviyyəsini saxlasın. Əslində, təəssüf edicidir ki, bir çox sənət adamları zaman-zaman müsahibələrində belə deyirlər. Səbəb nədir? Niyə el şənlikdən idarə olunması utanverici haldır, yoxsa... Mən öz səviyyəmi saxlayıram, nə deyim, o onun şəxsi fikridir, toya gedə də bilər, getməyə də bilər. Təbii ki, hər bir insanın öz subyektiv fikri var. Hər kəsin öz fikridir, amma mən səviyyəmi saxlayıb toya getmir. Toydan yaxın insanlara təmas hardadır? Toydan güclü psixologiya məktəbi hardadır? İş ondaydı ki, müəyyən xalq artistlərimiz, əməkdar artistlərimiz var ki, gedib toy idarə edirlər. Amma belə müsahibə verində, kütləvi informasiya vasitələrinə çıxan edirlər, Gəlin belə danışaq da, o səviyyəsizlik sayılmır, əksinə ən uca zirvədir. Getməsə yaxşıdır, tamadaların işi çox. Böyük xalq şairləri, xalq artistləri hamısı gedir. Məsələn, Zəlimxan Yaqubdan belə. Bəli. Gəl açıq danışıq, Mikail Mirzəyə elə toylar aparıb ki, indi biz o kadrlara baxırıq, deyirək, biz elə sözlər deyə bilərik. Səməndər Rızayev, Allah rəhmət eləsin, elə gözəl toylar aparıb ki, hal-hazırda xalq artisti İlham Məskərov, Ağalar Bayramov, bunlar xalqın artistləridir də. Və niyə onlar toya gedirlər? Sözü yaşadırlar. Söhbət ondan getmir ki, bir kəlmə söz deyəsən. Şairlərimizi yaşadırlar. Hər şey həqiqətən toyu idarə edən insanın özündən asılıdır. Düzdür mü Aydın müəllim? Bir şeyi biz qarışdırmayaq. Yəni, əslində, Rafiq müəllimin sözü sizə qarşı deyil. Rafiq müəllimin sözündə həqiqət var. Amerikanın ən prestijli teatrları qəti qadağan edirlər aktyorlarına. Toya, şənliklərə, hətta restoranlardakı tədbirlərə getmək. Çünki o öz aktoruna kifayət qədər böyük məbləğdə pul verir. Bu bir. İkincisi də mən tamaşaçı $100, $150 pul verirəm, gedib o tamaşaçını teatrda görmək üçün. Əgər mən gündə həyətdə, toyda, məclisdə onu görsəm, mən $100 verib onu görməyə getməyəcəm. Aydın müəllimlə tam şəkildə razılaşım, amma indi bir şey var da, xalq artistləri var, deyir ki, mən 200 manat maaş alam, mən necə dolanım? Gedib toydan pulumu alam, pulumu qazanıram, sözümü də yaşadıram, toyda aparım. Bir şey də var, yəni əslində ola bilər ki, məvacibi o qədərdir. Az çox o qədər $300 manata yaxın olur, amma demək olar ki, xalq artistlərinin böyük əksəriyyətinə cənab prezident bilirsiniz ki, həm mənzil bağışlayıb, həm də prezident təqaüdü verilir. Yəni bu bəhanəni qoya qırağa. Amma həqiqətən də Milli Akademik Dram Teatrının aktyoru getməməlidir toya. Bunu qəti Akademik Dram Teatrı qadağan eləməlidir, amma sığortalamalıdır. Sizin sözünüzdə də həqiqət var ki, yəni əgər bu toya gedə bilmirsə, bunun maaşının üstünə kifayət qədər pul gəlməlidir ki, bu toya gedə bilmir, özünü dolandıra bilməyəcək. Toya və ya mikrofona zəhmət olmasa Nazilə xanım danışanda. Toya və ya qeyri bir yerə, əgər insan ikinci iş axtarmırsa, bu deməkdir ki, onun qazanc yeri düzgün olmalıdır. Bu insan ailə saxlayır, uşaq böyüdür, uşağa təhsil verir, əyin baş alır. İndi elə bir dövrdür ki, heç kəsdən geridə qalmaq istəmirsən. Amma elə bir də dövrdür ki, indi ac insan yoxdur. Fikrim çatdı. İndi hamı Allaha şükür 5-3 qəpik çörəyini də tapa bilir, dolanışığını da bilir. Valla mən elə insanlar tanıyıram ki, maaşla, amma artıq necə, qabaq mən həsəd apardım Rusiyada yaşayan insanlara ki, necə bunlar hər il tətilə gedə bilirlər. İndi bizdə var, ailəvi hamı tətilə gedir, hamı ölkə xaricinə çıxır. Bunların hamısı nəyin sayəsindədir? Pulun sayəsindədir. Əgər mən bunu bacarıramsa, mən məclis idarə eləyə bilirəmsə, məclis belə bir şeydir ki, ora qəfil girə bilməzsən. Ora sən aylarla dəvət alırsan. Demək, sən orada arzu olunursan, burada pis nə var ki? Tərənə xanım, üzr istəyirəm. O ifadəni bir də təkrar oxuyarsınızmı və o ifadəni kim işlətmişdi, onu bilmək istəyirəm. Xalq artistimiz Rafiq Əzimov. Amma bir məsələ var ki, elə toya getmək üçün elə birinci növbədə aktyor olmaq lazımdır. Qaldı başqa dövlətlərin toylarına, məsələn, Aydın xan müəllim Hollywood aktyorlarından danışdı. Hollywood aktyorları yox, Amerika teatrlarının aktyorları. Amma bir məsələ var, bizim toy anlayışımız bütün xalqlardan, bütün millətlərdən daha gözəldir, daha zəngindir, daha belə tərif və təsviri olmayan şəkildədir. Ona görə toyu idarə eləmək üçün birinci növbədə, sağ olsun, bax yanımda var, ən sevdiklərimdən biridir. Birinci növbədə bədii qirayət yerində olmalıdır, danışıq aparatı yerində olmalıdır, söz sonluqları udulmamalıdır. Nə dediyini hətta o bir məsəl var, aktyor komponentlərində deyir, aktyor səhnədə oynayanda
ən axırdakı tamaşaçı üçün oynamalıdır. Çünki qabaqda oturan zaten onu eşidəcək. Məsələ Amma budur. bir məqamı qeyd Aktyor edim də. olmalıdır. Çünki danışıq qabiliyyəti yerində, vəziyyətdən çıxış, artistizm deyirlər el arasında. Bunlar olmalıdır. Aktyor olmasın, sən orada nə edəcəksən? Sözünü vaxtında. Sıradan bir olsa nə edəcəksən orada? Amma Məcid bir məsələ var da. Məsələn, Tərana xanım indi aparıcıdır, düzdürmü? Həm də televiziyaçı sayılır. Operatorlarımız da televiziyaçıdır. Tərana xanım durub gedib operator kimi çəkə bilərmi? Yox, Mümkün təbii deyil. ki. Və yaxud da Akademik rejissor dram pultunda teatrının İmam müəllim aktyoru, yerində eləşə bilmərəm. təsəvvür ki, akademik dram teatrının aktyoru məsələn sizin kimi toy apara idarə edə bilməz. Mümkün deyil o. Çünki o rəsmi stilə uyğunlaşıb, estetik müəyyən çalarlar Aydın var. müəllim, üzr istəyirəm, başqalaşmaq məsələsi var. Yəni aktyor hər rolu oynamalıdır, yeri gəlsə hər şeydən çıxış eləməlidir. Niyə bəyəm tamaşada tamata obrazı yoxdur? Yox, məsələn, sən Həsən Məmmədovu rəhmətli, mərhum Həsən Məmmədov ya Həsən Turalovu tamada kimi düşünə bilərsənmi? Bilirsiniz Mümkün niyə deyil belədir? bu. Bu günləri toy anlayışı olduqca tamam başqa cürdür. Mən tamam başqa prizmadan yanaşıram bu dəqiqə. Yəni toylarda ancaq başqa tərəflərini güdən tamadalar da var, lətvəsi buradan uzaq. Bax, elə onun səbəbidir ki, ona görə toyları bu elə bir hala qoyublar ki, hamı toya nə bilim nə cür baxır. Ağız deyəni qulaq eşitmir. Bir Gəl insanın razılaşaq da. Yəni bugünkü gündə bir çox məclislərdə ya ümumiyyətlə tamada istəmirlər, çünki ancaq elə demək olur oynamağaca dururlar. Və yaxud da hansısa bir məclisdə tamada varsa, inan ki ona diqqətlə oturub ki, ötən əsrdə qulaq asdıqları kimi qulaq asmırlar. Bax, sözün yəni qüvvəsi bu qədər mi ucuzlaşıbdır? Yəni sözə bu qədər mi maraq itibdir? Başa düşülmür ki, Tərənə xanım, söz ilk dəfə yaranan elə sözün özüdür. Tamada mütləq toyda olmalıdır, o idarəçi mütləq olmalıdır. Mən şəxsən belə başa düşürəm. Mən şəxsən öz toyumda mütləq Pünhan müəllim gətirəcəm. Təşəkkür edirəm. Yox, məclisin toyunda mən birlikdə gələrəm. Mən də bir dəfə Aydın məmnun bir yerdə gələrik inşallah. Bir də mən də tavada Bilirsiniz, Tərənə xanım, söz urvatdan düşməyib. Sadəcə olaraq sözü urvatdan salanlar var. Hər bir sahədə qeyri-peşəkarlar var da, açıq danışaq. Bax, indi Samir qardaşın bugünkü verilişin əvvəlində bir mahnı oxudu. O qədər qəlbən mənə xoş gəldi o mahnı. Elə əsl bəygəli mahnısıdır, əsl sevənlərin mahnısıdır, əsl toy mahnısıdır. Çünki o toydan o mahnıdan bir toy abu həvası sədaları bu saat. Biz elə duyuruq. O sözü də gərək urvatdan salmayasan. Məsələn, mən dəfələrlə olub ki, bəzi aparıcılara demişəm. Məsələn, 8-15 şeir bilir başlayır onu dalbadal deməyə. Bu da 2 dəqiqə, 3 dəqiqə vaxt aparır. Amma elə olmaz. Mən məsələn söz adamıyam da, mən sözün işığında yol gedirəm də, açıq danışaq da. Toyun əvvəlində mən ən uzağı dəqiqə yarım danışıram. Dəqiqə yarım, hansı ki toyun əvvəlində çox danışmaq lazımdır. Deməli, zamanını, müddətini bilmək lazımdır, yormamalısan. Və ikinci dəfə ola bilsin 1 dəqiqə danışıram, sonra ola bilsin yarım dəqiqə danışıram. Yəni, belə danışıram. Pünhan müəllimin sözünə qüvvət olaraq, bax, Pünhan Sən müəllimlə bu toyları özün idarə edirsən? Mən bir deyəcəm, bəli, özüm idarə edirəm hansı hallarda. Yəni ki, deyirlər ki, Samir, biz, amma istənilən vaxt deyəndə deyirəm ki, bəli, mən istəyərəm ki, bugünkü gündə, siz deyirsiniz belənçin, amma bugünkü gündə gənc bizim aparıcılarımız da var, hansı ki, onlar da gedirlər, yəni, bax, Pünhan müəllimlə də olmuşam toyda. Mən də Rusiyada olmuşam dəfələrlə, yəni Nazilə xanımla da, mən inandırım sizə. Bax, deyirlər, var belə insanlar ki, doğrudan da çox uzadı danışırlar və artıq o, siz 4 saatlıq, 5 saatlıq bir kampaniyadır. Valla düz deyir, cəmaat da yorulur. Cəmaat, amma məsəl üçün, Pünhan müəllim, bu yaxınlarda Moskvadaydıq deyəsən, eləmi? İnandırım ki sizə, elə dəyərli sözlər dedi ki, adam, sən əvvəla insana o şövq gəlir də, o ruh gəlir. Mən özüm də doğrudan da həm belə bilsən bəhrələndim yəni burada bəy tərif eləmirik bir-birimizi. Sözün əsli səmimiyyətdən gedir. Samir, bax bizim də vaxtımız məhduddur, burada da biz uzun bir dənə də söz deyəcəm, çox xahiş edirəm. Nazilə xanım, bu yaxında bir toydaydıq. Rusiyadan qonaqlar var idi və Nazilə xanım aldı mikrofonu. Добрый вечер, дамы и господа. Я рад вас приветствовать в этом прекрасном зале. Başladı danışmağa rus dilində. Mən belə qaldım, mən gözlə... Bax, indi mahnı gələcək, sonra reklam gələcək. Reklamlardan sonra Nazilə xanım burada səni bir daha təəccübləndirəcək. Buyur Məcid. Məcid, dur.
sensizliğin farkına varıp beni damarında hissedeceksin. Terk ettiğin günlere isyanlar edip işte o an dönmek isteyeceksin. Terk ettiğin günlere isyanlar edip işte o an dönmek isteyeceksin. Acılar içinde kıvrandığında, yüreğin öfkeden kudurduğunda, yaptığın hatayı anladığında, işte o an dönmek isteyeceksin. Acılar içinde kıvrandığında, yüreğin öfkeden kudurduğunda, yaptığın hatayı anladığında, işte o an dönmek isteyeceksin. Gönül öfkesinden ağlayacaksın. Bensiz hayalimle sarılacaksın. Gece gündüz beni arayacaksın. İşte o an dönmek isteyeceksin. Gece gündüz hep beni arayacaksın. İşte o an dönmek isteyeceksin. Acılar içinde kıvrandığında, yüreğin öfkeden kudurduğunda, yaptığın hatayı anladığında, işte o an dönmek isteyeceksin. Acılar içinde kıvrandığında, yüreğin öfkeden
मुसीबत ये तूने खड़ी कर दी, क्या मुसीबत ये तूने खड़ी कर दी, क्या मुसीबत ये तूने खड़ी कर दी, दूर कैसे करूंगा तेरी सर्दी। हो मुझे कंबल मंगा दे ओ बेदर्दी, मुझे कंबल मंगा दे ओ बेदर्दी। जाने का आजा, चला ले प्यार की अंगीठी, तू बंद कर ले दरवाजा, पास तेरे खड़ा तेरा हमदर्दी। मुझे कंबल मंगा दे ओ बेदर्दी, मुझे कंबल मंगा दे ओ बेदर्दी, दिन दहाड़े ही जाने ने हद कर दी। क्या मुसीबत ये तूने खड़ी कर दी, क्या मुसीबत ये तूने खड़ी कर दी। दिल चुराने मैं आ गया, आ गया, आ गया, दिल चुराने मैं आ गया। लाइफ इज लवेबल, प्यार नहीं सेलेबल, लाइफ इज लवेबल, प्यार नहीं सेलेबल, दिल मेरा अवेलेबल तेरे लिए। आ गया, आ गया, दिल चुराने मैं आ गया। Bravo, teşekkür ederiz. Sadiq Qarayevin rəhbərlik etdiyi Dance Studio rəqs qrupuydu. Çox gözəl rəqs etdilər. Əsasən də orada balaca bir xanım vardı, Zərif xanım. Çox belə qəşəng oynayırdı, dinamik, yaxşı, plastik idi. Və Burhan müəllimin sözü var. Mənim sözüm var. Deməli, açığını desəm, bu Nurlu qardaşımın, bu Məcid qardaşımın şair olduğunu bilirəm. Qəşəng kitablarda çıxır, məndə də var. Hərdən istifadə edirəm. Yeri gəlmişkən, mənə bugün kitab hədiyyə gəlib. Nazlı xanım Səfərli də mənə kitab hədiyyə. Aşpaz olduğundan xəbərim var, qəşəng yeməklər bişirib dadmışam. Amma müğənni olmağına xəbərim yox idi. Çox gözəl.
Təbriklər. Bəyəndiniz. Əla. Bax, gördünüz. Buyur Səmir, sən demək istəyirsən? Bir Sən nə arada deyirsən, beş tərif marifət demək istəyirsən? deyirlər, o həmin söhbət. Sonra məsələ. yadımdan çıxar. Qaldı ki, bu Azərbaycan toyları məsələsi. Azərbaycan toylarının əsasını sözün əsasında desə, yəni yaxın müddət ərzində Alqayıt Xəlilov qoyub. Alqayıt Xəlilov toyların şiri olub, cəngavəri olub, şahanşahı olub. Allah rəhmət eləsin ona. Allah rəhmət Həqiqi eləsin. mənada. Amma bir şey də var. Yəni biz nəzərə alaq ki, qədim toylar qadın kişi nişan, xinayaxtı, paltarkəsdi çox böyük məclislər sistemi idi və orada çox danışma imkanı var idi. Razılaşa, düzdürmü? Dastançılar gələrdilər, aşıqlar 3 gün, 3 gecə, 7 gün, 7 gecə dastan söyləyiblər. Amma indi siz düz deyirsiniz, Samir də bunu dəstəklədi ki, qısa, konkret, lakanik. Çünki indi təsəvvür edin ki, 500 adam gəlib. Siz hər dəfə danışanda söhbət sizdən getmir, ümumiyyətlə toyu idarə edəndən gedir. Və bütövlükdə insanlar yorulurlar. Onsuz da bütün günü televizorda danışırıq, bütün günü iclaslarda danışırıq, tədbirlərdə danışırıq. Həm də bir şey mən qeyd edeyim, o qədər aktyorlar var ki, inan ki, onlar toya gedə bilmirlər. Məsələn, xalq artistləri var. Bizim sözsüz ki, böyük hörmətimiz var. Rafiq müəllimə böyük hörmətimiz var da, kinomuzun canlı korifeyidir. Nə qədər milli kinolarda çəkilib, açıq danışaq. İndi olubsun o da toya gedə bilmir. O qədər xalq artistləri var, əməkdar artistləri var ki, aktyor ondan deyil ki, mütləq bu aktyor toya getməlidir. Aktyorlar var ki, məsələn, bir kəlmə söz danışamırlar toyda. Aparıcılar var ki, yəni sizin nəzər çox üzr istəyirəm. Mən müraciət edirlər ki, mənim reklamım var, gözəl, mənə toya istəyirlər. Amma mən toya apara bilmirəm. Mən diskləri verirəm, şeirlər yazıb verirəm, açılışları verirəm ki, niyə ki, gedin də. Pünan İsmaili bir dənədir, amma 364 şadlığı var Bakıda. Hamısına mən gedə bilmərəm ki, gedin amma gözəl aparın, səviyyəli aparın. Toy yəsi sizdən razı qalsın. Məsələn, görürsünüz, bayaqlar Samir qardaşım deyir ki, sadəcə Nazilə xanım elə gözəl rus dilində danışdı ki, gözəl bir rus məclisi apardı. Bu nəyə pisdir ki? Qoy olsun da, gözəl olsun. Amma yaxşı olsun. Cəmaatı yormasınlar. Az olsun, saz olsun. Ay Pünhan müəllim, elə bilirsiniz hər aktyor gelib toy apara bilər. Hər gələk qabında bir şey olsun, gələk potensial olsun ki, bir söz xəzinəsində nəsə olsun ki, onu orada xırdalaya bilsin. Sual vermək istəyirəm, qoy Samir fikrini bitirsin. İstəyirəm. Bax, indi tamadalardan söhbət getdi. Siz elə bilirsiniz ki, hər oxuyan da toy apara bilir. Çox çətin məsələdir. Bax, deyim sizə, əvvəla, mən daha ad çəkməyəcəm. Bu yaxında bir bizim toydaydıq. Bizim Yahudi məclisi idi. Demək, bizim də bir oxuyanlar var idi. Oradaydı, demək, bar mitzva idi, bar mitzva. 13 yaşında tamamlananda qeyd olunur, bəli. Bunlarda da mütləq o 13 dənə şam düzüləndən sonra, məsələn, bizim Azərbaycanda yaşayan, yəni bizim həmvətənlərimizdir. Bəli. Qayıtdılar dedilər ki, mütləq, mən də getmişəm, nə yaxşı ki, tez getmişəm. Mən açığı orada yarım saatlıq idim. Demək, Pünhan mənim, gəldilər, dedilər ki, bəs orada onlar da görürəm ki, bilmirlər gedişatı. Benigor olmalıdır. Yox, Benigor axırda olur. Başladı, dedilər ki, bar mitzva mahnısıdır. Mütləq bar mitzva mahnısı olmalıdır. Sən də bilirsən. Mən də gördüm ki, uşaqlar çox dedim, mən narahat olmayayım. Başladım, yestraditsiya, takaya, zdavnik, ax bar mitzva, ax bar mitzva, prilizela, şəstəptitsa, mazaltov, simantov. İnandırım ki, yarım saatlıq getmişdim. Sonra axıran kimi qoymadılar mənə ki, getmə, hara gəlsən. Əsas o da ödəniş elədilər, yəni. Artıqlaması ilə, yox. Qarşıladılar. Artıqlaması ilə elədilər. Deməli, sizdən razı qalıblar ki, siz orada saxlayıblar da, sənətə görə. Yox, nəyə görə deyirəm? Çünki mən onu görə demirəm, cəmaata xoş gəlim. Sadəcə olaraq, Pünhan müəllim, bax, hər gün öz üzərində, eləcə də Nazilə xanım, hər gün öz üzərində işləyən insanlardır. Nə qədər çox bilirlər, deyirlər ki, biz heç nə bilmirik. Ona görə mən də gündə baxıram, istənilən xalqların musiqilərinə nəzər eləyirəm. Çünki kobud səsləcək, qabında olduğundan kifayətlənmirsən. Olmaz, bəli. Əlavə. Yerində saymaq olmaz. Düzdür. Düzdür. Bir məqama toxunmaq istəyirəm ki, keçmişdə toy məclislərində ağsaqqallar əyləşərdilər. Və öz söhbətlərindən gənclərə örnək olardılar. Davranışlarıyla yeni yetmələrə örnək olardılar. İndi 9-dan sonra diskoteka, ancaq gənclər qalır məclislərdə. Muğam oxunanda da səsini aşağı eləyin, ümumiyyətlə kəsirlər. Ümumiyyətlə, düzdür, heç istəmirlər. Ümumiyyətlə, oynamalı mahnı çalın deyib, yəni tələb edirlər. Keçmiş ənənələrimizi necə geri qaytaraq? Ümumiyyətlə, lazımdır geri qaytarmaq. Haydi müəllim, siz mənə bir cavab verin. Mən qismən qaytarmışam. Hamınız fikrinizi bildirin. Yəni, əslində, toy nədir? Toy əslində həm də konsert deməkdir. Həm də diskoteka deməkdir, həm də iclas deməkdir, toplantı deməkdir, insanların bir-birini görüş yeri deməkdir. Və toyda çalışmaq lazım ki, bunların hamısından biraz olsun ki, insanlar darıxmasınlar.
Toy başlayandan sona qədər Bəli. duppa-dup, səssizlik də olmur. İndi Nazlı xanım çox maraqlı bir sözdür. Çoxdan da görüşməyən Çox maraqlı qonaqlar, bir sözdür. Dedi ki, qohumlar, qonşular hamısı bir araya deyir ki, gəlirlər. hər bir toy onun sahibinin səviyyəsini göstəricisidir. Yəni mən razılaşıram o sözlə, o fikirlə. Qaldı sizin fikrinizə, bəli, keçmişdə toyu idarə edən insanlar vardı. Mən kənd yerində idim, sizin yəni çoxunuz bilərsiniz, yaşlı, sizin cavansız, yaşlılar bilər. Bir dənə əlinə çubuq alardı. Sərpayımə elə maraqlıdır, elə istəyərdim onu görüm, adını eşitmişəm. Biz məclisə girə bilərdik, Samir. O çubuqda elə vurardı ki, elə qaçardı qorxumuzda. Və o idarə eləyərdi. Çünki toy idarə edən yalnız tamada deyil, tamada onun bir hissəsidir. Bəli. Psixoloq olmalıdır. İçən var burada, dalaşan var, düşmənlər var ki, toyu istəyirlər, Bəlkə mühafizədə olmalıdır. Hadisələr olur. Və mən sizə deyim ki, toy idarəçiləri həm də bədənli insanlar olurdu. Ki, insanlar oradan çəkinirdilər, qorxurdular. Nazlı xanım maşallah, sənin kimi elə. Və qadın toyunda da elə. Mənim bir xalam vardı, belə atmaralı idi maşallah. Onu həmişə toylarda biz qoyurduq ki, bəli, ki o uşaqları, qız uşaqları ki, dururlar, oynamaya başlayırdılar, onlar çıxmaq istəmirdilər məclisdə. Onları belə hikkəsi ilə, bəzən o da əlinə çubuq alırdı, indi sizi vuraram deyənə sakitləşdirirdi. Amma ondan başqa bizim toylarda həm də tamaşalar olub. Yəni bəyin qaçırılması, o filmdə də yazıda belə biraz var. Xan vəzir oyunları olurdu, müəyyən rəqslər olurdu, sonra idman yarışları olurdu, pəhləvanlar gəlib göstərirdi. Bax, toyudu da. Folklor. Təsvir olsun ki, bizdə içində Çox, bax siz deyən hər şeydən bir mən fikrini tamamladım. Yəni vaxtı ilə toyları idarə edən insanlar var idi, amma indi sanki tamadaların özlərini idarə edirlər. İmkan verirlər bəzi toylarda. İndi mən açıq deyim də, mən elə toyları idarə eləmirəm. Razılaşıram, amma mən elə toylara indi rast gəlməmişəm də. Sovet dövründə olub, boynumu alıram, açıq söyləyim. Sovet dövründə elə toylar olub ki, görmüşəm ki, məsələn, mənlik deyil. Amma indiki toylar elə deyirlər, indiki toylar səliqəli, sahmanlı. İnsanlar həlimdir, Pünhan. Toy sahibi, Nazlı xanım çox gözəl bir söz işlətdi. Toy sahibinin özünə görə. O toya baxanda artıq sən toy sahibini tanıyırsan bu kimdir. Gəlir, görür ki, bizə kəlmə deyir ki, mənlik deyil. Toyu səhv edirəm, buyurun. Necə məsləhətli el apar, bax, toy onda keçir. Məncə, əgər Pünhan müəllimi və yaxud elə Samir Piriyevi məclisə görüblərsə, sizə də etibar eləməlidirlər. Yəni, hər dəqiqə gəlib, filan kəsə söz ver, filan musiqi. Muğam da olsun, lirika da olsun, türk mahnısı da olsun, diskoteka da olsun. Amma yerində, ən azından sizin təcrübəniz var. Mən sizə bir söz deyim, Pünhan mənim çox düzgün qeyd edin. Nazlı xanım, üzr istəyirəm sizə, yəni yəqin ki, Nazlı xanımın ürək sözləri var. Bax, bu çox vacib məsələdir ki, gərək toy yiyəsi məsələn çağırıb, filan, deyirəm qardaş, yaxşı, boşluğa dönün. Əgər özün beləsinsə, elə özün aparardın da toy. Bax, məsəl üçün, mən biraz qırmızı adamam, yəni birbaşa deyil. Deyirəm, əgər mənə həvalə eləmişsən, mənim neçə illik, indi azdan çoxdan 33-34 yaşım var, mən 9-10 yaşından, yəni ta ki, elə Alqayıt müəllim, Allah rəhmət eləsin, uşaq vaxtından Alqayıt müəllimi görmüşəm, Şəmkirdə, Gəncədə, o vaxtki toylarda, yəni oradan bu tək, yəni neçə illik toy aparma, yaşımın az olmağına təcrübəm var. Və bir çox böyük insanlardan da məsəl üçün bəhrələnmişəm, yəni həmişə mütəmadi olaraq onlardan bəhrələnmişəm. Ancaq deyirəm ki, qardaş, əgər məni çağırmısansa, bəs onda mənə həvalə eləyirsənsə, qoy mən öz bildiyim kimi aparım. Valla, sən deyən kimi olsa aləm deyəcək bir-birinə. Və ona görə də sözümü tutub toy eləyən kəslərə deyirəm ki, apardığınız, həvalə elədiyiniz adamlara qoyun rahat toylarını aparsınlar, müdaxilə eləməsinlər. Mən əlavə eləmək istəyirəm. Toyun aparıcılığı siz deyəndən biraz əlavə eləmək istəyirəm. Axı mən bilmirəm o tay sahibinin qonağı kimdir. Bəlkə onun uzaqdan bir qonağı var ki, o mütləq danışmalıdır. Mən bilmirəm və xüsusilə toydan bir gün qabaq, 2 gün qabaq və ya behləşəndə artıq bəydən gəlindən xüsusilə soruşuram. Bizdən varmı özəl bir istədiyiniz? Mütləq olmalıdır. Mütləq soruşuram. Bəlkə həmin gün kimisə ad günüsü var. Bəlkə ana ilə atanın toy günüsünə üst-üstə gəlir. Bunların hamısını bir-bir soruşandan sonra toyun içində belə, bəlgəlin maşındaykən belə mən ərinmirəm, mən özüm aşağı düşürəm. Mikrofondan əlavə özüm onları canlı təbrik edirəm. Deyirəm, varmı əlavələriniz? 10 dəqiqə sonra sizi zala dəvət edirik. Varmı bir istəyiniz? Bizim borcumuzdur. Çünki bu toy onlarındır. Bu ömürdə bir dəfə olur. İndi deyirlər ki, məsələn, toy məhduddur. Məsələn, bəzi israfçılığa görə düzdür, xınayaxtı əlavə israf oldu insanlara. Amma xınayaxtı eləməyimizlə inandırıram sizi, o qədər meydan açılır ədəbərkana, folklora. O bizim adət-ənənəmizdir. Nazlı xanım, niyə olmasın? Xınayaxtı toyu. Bəli. Toy, parça kəsdi toyu. Bəli.
Bax, onlar hamısı toydur da elə. Qabaq deyirdilər, 40 gün 40 gecə toy olub padşahın. Valla indi kasıblar da padşah sayağı toy eləyir. Mən bunu görürəm. Mən fikrimi tamam. Mən məsələn bu yaxında tamamilə başqa bir toy görmüşəm. Reklam olmasın deyə Şadlıq Sarayının adını çəkməyəcəm. Sumqayıtda bir toy oldu. Demək toyu iki hissəyə böldülər. Əyləncəli insanlar və dinlənən insanlar. Əgər bir insan ağsaqqaldır, təzyiqi var, başı səs götürmür məsələn, yuxarı zalı ayırdılar muğam, üçülük. Bir toyun özünü iki hissəyə böldülər. Üçülük, saz və mən. Yuxarıda ancaq şeir, ancaq qəzəl, ancaq muğamlar. Aşağıda da özümüz kameradan birbaşa translyasiyadan görürük. Arada kamera gəlib bizi də çəkir və aşağıdakılar da görür ki, yuxarıda tamamilə başqa bir dünyadır. Aşağıda tamamilə başqa bir dünyadır. Yəni, ağsaqqallar fikir verirsiniz, toyu fayədə keçirdirlər. Valla mən həssət apardım o toya, həqiqətən də. Mən toyu folda keçirdirlər. Mən hal-hazırda bir həssas məqama toxunacağım. Çox acınacaqlı həqiqətən haldır ki, toylarımızda demək olar ki, tamamilə millilik itibdir. Və daha çox, yəni əvvəldən axıra qədər belə xarici musiqilər falan oynanılır və bizim öz rəqslərimiz, Nəlbəki rəqsi, milli musiqi, Tərəkə, Mən, Süleymani, Qoçəli, bunlar innabı unudulub demək olar ki, indi reklamlara ayrılacağım. Reklamlardan sonra həqiqətən sizinlə o məqama toxunmaq istəyirəm, millilik məsələsinə toxunmaq istəyirəm, reklamlar. Reklamlardan geri döndük və dəstək verən partnyorlarımızı elan edim. Təşəkkürlərimi bildirim. Podium Geyim Butikinə təşəkkür edəcəm. Hər zaman olduğu kimi geyimlərim ki, Podium Geyim Butikindəndir. Buzovna qəsəbəsində yerləşir. Əliyə xüsusi təşəkkürlərim var. Bulaş Studiyaya təşəkkür edəcəm. Natiq Cavadova xüsusi təşəkkürüm var. Hüseyin Cavid Prospektdə 15-də yerləşir. Düzpace telekanalı üzbə-üzdə. Amazon ekskluziv brend qadın ayaqqabıları dükanına təşəkkürüm var. Bax, nə gözəl ayaqqabılar mənə yollayırlar. Və Gül Dünyasına təşəkkürüm var. 24 saat fəaliyyət göstərirlər və studiyamızda da hər zaman belə təravətli güllər göndərirlər. Təşəkkürümüz var. İnformasiya dəstəyinə görə axşam.az saytına təşəkkür edirik. Instagram səhifəsində yazırsınız fikirlərinizi səsləndirəcəm. Facebook səhifəsində hələ bu harası səhifəsində yaza bilərsiniz. Telefon xəttində tamaşaçı yoxdur. Telefonu xatırlayacağım. 510-02-04 və Burhan, sənə bir sual verim. Əslində, bax, mövzuya toxunacağım. Amma toxunmamışdan öncə elə bil ki, burada sənə biraz anti-reklam edirəm. İndi elə bir toy yoxdur ki, orada sonda demək olar ki, DJ gəlməsin. Yəni, bir ayda 20 dənə toyun olur. Aşağısı. Aşağısı, inşallah verir. Məhərəmli çıxandan sonra. Daha yaxşı oldu. Bir günə 2 toyun olar. Bütün toylarda indi DJ var. Demək olar ki, hamısında. Milli musiqilə istəyən olur heç səndən? Yox. Ancaq Ancaq diskoteka. Bax, Aydın müəllim, sizə verəcəm sualı. Mikrofonu verim sizə. Sizcə, bax, bədxalq düşmənlərimiz hər gün bir rəqsimizi, hər gün bir musiqimizi götürüb özəlləşdirirlər, öz adlarına çıxardırlar. Yəni, oğuruyublar, falan ediblər, deyib, bu sözlərə getməyəcəm, amma öz adlarına çıxardırlar. Düşünmürsünüz ki, yəni, həqiqətən də bunun səbəbkarı, elə günahkarı özümüzük? Əlbəttə özümüzük. Sözsüz ki, deyirsən, öz malına sahib çıxmayanda, başqaları və oğurları ona sahib çıxacaq. Yəni, təsəvvür ki, qapınız açılsa, kim gəlib girəcək, nə istəsə götürüb aparacaq, düzdürmü? Ələl xüsusilə istifadə etmiriksə. Elədir. Mən başa düşürəm, mədəniyyət, ümumiyyət də açıq bir sənət növüdür. Yəni, xüsusən onun incəsənət və musiqi sahəsi. Açıqdır. Bizdə də, məsələn, indi türk dilində oxudu Məcid dostumuz, düzdürmü? İndi bizə yaxındır, amma hər halda. İncəsənət sərhəd tanımır. Sərhəd tanımır. Amma o demək deyil ki, yəni, onun müsbət tərəfləri çoxdur. Əslində, indi mən onu izah eləmək istəyirdim. Vaxtımız sadəcə dardır, azdır. Mən ümumiyyətlə millətçi deyiləm, liberal təfəkkürlü insanam. Amma toylarda, məclislərimizdə əcnəbi musiqisinin həddindən artıq çox istifadəsini qəti əleyhinəyəm. Yəni, o bir maraqlı bir fikir var. Deyir, əgər sən banan yeyirsənsə, Afrikalı kimi düşünəcəksən, olacaqsən. Genetik kodun dəyişiləcək. Əgər sən əcnəbi musiqiyə qulaq asırsansa, sənin genetik kodun dəyişəcək. Səndə də olmasa, uşağında da olmasa, nəvəndə olacaq, özünü göstərəcək. Artıq o, baxın, indi bizim cavanlar Hind mahnıları oynayırdılar, düzdürmü? Görürsünüzmü? Əslində onlar ifadəndə, burada rəqs edəndə mən də düşündüm ki... Səbəb nədir? Əslində bizim rəqslərdən çox geri qalırdı. Yəni, bizim milli rəqslərimiz hara, bunlar hara. İndi biz onun mübahisəsini eləmirik. Toylarda həddindən artıq əcnəbi musiqilərdən istifadə edirik. Bu xüsusən də sənətçilərə aiddir. Siz, baxın, iradə göstərin. Kim Rəşid Behbudova əmr eləyə bilərdi ki, sən bu mahnını oxuma, o mahnını oxu.
diktə eləyə bilirdi də. Çünki nüfuz qazanmışdı. O art brend idi, marka idi və istədiyini eləyə bilirdi. O cümləndə siz də çalışmalısınız buna. Bu çox təhlükəli tendensiyadır. Əslində ermənilər bizim musiqini oğrayırlar, elə bilirlər yaxşı iş görürlər. Amma bizim genetik kodlarımız onların beyinlərini dağıdır. Onların millət olaraq mədəniyyətini dağıdır və biz onları işğal edirik. Əslində biz sizi Mədəni işğal baxımdan edirik. işğal edirik biz onları. Görün nə gözəl fikirdir. Əslində biz sizi Və işğal o mənada edirik. həmişə mübahisə olur. Mən həmişə deyirəm ki, qoy götürsünlər. Məsələn, sarı gəlin mübahisəsi var da. Deyirəm ki, bizim sarı köynəyi və sarı ilə bağlı onlarla xalq musiqimiz var. O götürsünlər. Bu bir dənə də sarı gəlin onlar götürsünlər. Halbuki əslində sarı gəlin. Və sarı gəlinlər tutmuş tutmuş və digər mahnılar çox, yəni bizim bəstəkar mahnılar. Əslində odur ki, söz sarıdır. Götürürlər, götürsünlər. Bəli, çox şeylər götürürlər və toylarda biraz ehtiyatlı olmalıyıq bu mənada. Bəli, biz başa düşürük ki, gənclər lazımdır və bizim cavan oğlan kimi onlara bir musiqi belə deyək də hər bir halda bu menüsü bizim verən bir şey özümüzünküdür. Amma əsas bizi. Heç bir məqsədə çata bilməyəcəklər, amma əsas səbəbi günahı özümüzdə axtarsaq daha yaxşıdır və bəli, biz fikrimizi söylədik. Məsələn, Nazirə xanım indiki Sumqayıtda 2 pilləli toy olmuşdu. Mənim yanımda Məcidgilin verişində mən Space-də bunu təklif elədim. Hətta üstümə ki, bu nə deməkdir? Mən dedim ki, ola bilər içki məclisində oturmayan ağsaqqal var. Onun üçün ayrıca bir məclis eləyin. Onun üçün ayrıca məclis eləyin. Səsküyə, yəni doğrudan da pis reaksiya verən xəstə ola bilər, uşaq ola bilər və digərlərini. Təsəvvür edin ki, biz uşaqlarda yığırıq toy məclisinə və orada kimsə vurur, sonra da dalaşır, insanlar da, gənclər də, yaşlı nəsillər hamısı bir arada birbaşa uşağın beyninə yeritmək deməkdir, düzdürmü? Ona görə də bu çox yaxşı metoddur ki, bizim vaxtilə dediklərimiz artıq reallaşır. Yəni nəzərə almalıyıq. Mənə ən çox təsir edən bilirsiniz nədir Təranə? Hamı məndən eyni fikirdə olacaq. Əlbəttə ki, hər bir şey ümumiyyətlə çərçivəsində olmalıdır. İstər toyda, istər bütün el şənliyində, istər hələ xına yaxtasına qədər tutmuş ki, elə xına yaxta toy məclisinin içində olsun. Yox, bilirsiniz necə? Toyun axırında. Əvvəllər elə olurdu. Müəyyən bir saatdan sonra o gənclər var ki, o aslan şikarına hücum çəkər kimi ortaya düşürlər. Başlayırlar o əcnəbi mahnılar ki var, o ruhu zədələyən, ruhu iflic eləyən mahnılar deyirəm mən onlara. Başlayırlar onlara rəqs eləməyə. O qədər atlanıb düşürlər, bəlkə də bunların artıq səhhətlərində problem yaranır. Bunun üçün xüsusi klublar var. Gedin orada atlanın düşün. Məncə səbəb deməli əsas kimdir? Bir şey izah edeyim. Tamadalar, siz idarə eləməlisiniz. Özdə mən sizə bir söz deyim ki, bizim gənclər Tamada neynəsin ki? Tamada neynəsin? Üzr istəyirəm. Bizdən asılı olmayan səbəblər var. Ki, mənim toyumda nə xalq mahnısı, nə muğam oxunmasın. Bəs biz də əvvəldən onu söyləmək istədik ki, tamada Nazirə idarə xanım çox gözəl bir ifadə işlətdi ki, toy siz onu niyə deyirsiniz ki, toy olub ki, Allahımıza and olsun. Gəlib bilər ki, vağzalı olmayacaq. Demişəm, başa dön, niyə? Vağzal şeylə ki, Bəygəlin Qurtlar Vadisinin mahnısı ilə girib içəri. İnandırım sizə. O toyu mən necə oxumuşam. Elə bir başımdan qaynar su töküb, belə baxın. Yəni mən burada tüklərim biz oldu. Qurtlar Vadisi nədirsə, bəş silahla girmirdi. Özümə demişəm ki, mən deyəndə ki, indiki gəlinlər terrorist edirlər ərəvinə, heç kim inanmır. İndiki gəlinləri elə yönləndirirlər, elə bilir. Hamıya aid deyil əlbəttə ki. Elə bir ki, deyirlər, ged o evi çap, tala, vur, dağı çıx. Təsəvvür et, Bəygəlin gəlib belə. Qurtlar Vadisindən yürür. Tərənə belə bir Qaydanda hansı musiqi ilə qayıdır görəsən ata evinə? Qızınızı. Ay Bilhan müəllim, burada bəlkə şeir deyəsən. Çünki istəyirəm, gəlsəblərim tab gətirmir bu qədər informasiyaya. Hansı ki, el şənliklərində vaxt çatdırıb deyə bilmədiyim şeylərdən deyim də. Quran qardaşım kömək eləyəcək, lirik bir musiqi səsləndirsin. Mən də şeiri deyim. Quran, lirik bir musiqim var. Kim götürər də. Poeziyanın qoca şiri Musa Yaqubun bir şeirini deyəcəm. Soldurub bağını, töküb barını, daha şıxdan salıb yarpaqlarını, soldurub o çıraq yanaqlarını, qış olub üstümə niyə gəlmirsən? Sən adlı o xanım xatını mənə, vermədin öz şahlıq taxtını mənə, qıymadın gül çiçək vaxtını mənə, qış olub üstümə niyə gəlmirsən? Məni həsrət qoyan ilk bəhərinə, indi gəlib məni yada salıbmı? Gözünün alovu özgələrinə, saçının qrovu mənə qalıbmı? Gözəllik, neynədin o bəxşişini? Gəlmisən, bəs kimə bəxş etdin onu? Nə bildin taleyin göndərişini qaytara bilmərəm, nə bildin bunu?
Nə bildim mən biraz ürəyi kövrək, qadın baxışında mütiyəm, lala. Nə bildim bu həsrət məni əyəcək. Nə bildin sənin üçün keçilmiş yolam, qış olub üstümə niyə gəlmisən? İnci ürəyimi uyutmağa mı? Yazıq qəlbimi unutmağa mı? Təkəbbürlü xanım, anazlı xanım. Yox, yox, bu yalvarışı saxla sən Allah. Bu yazıq baxışı saxla sən Allah. De yaxşı, bu fəndi, fitnəni saxla. Dilinin altında o qəndi saxla. Gücün var, keçəni qaytar. Soraqla, qış olub üstümə niyə gəlmisən? Mən ki unutmuşdum eşq əzabını. Taleyin qarğışı niyə gəlmisən? Məndə yandırdığın o çınaq sönüb. Ay gözümün yaşı niyə gəlmisən? Təzədən dərdimi yola salıram. Bir də alışıram. Bir də yanıram. Sonuncu üstümə niyə gəlmisən? Qış olub üstümə niyə gəlmisən? Ay bəs maşallah super. Qulaq asın. Seçimdən süjetimiz var. Hal-hazırda mədəniyyət xəbərləri və show biznes süjetimiz efirə gedəcək. Ondan sonra təzədən qayıdırıq bura. Rusiyada istirahət edən müğənni Nadir Qaparzadə Azərbaycana qayıdıb. Müğənni yeni həyata keçirəcəyi layihə üçün Bakıya qayıtmalı olduğunu bildirib. Artıq bir neçə gün idi ki, Azərbaycandan kənarda idim, dincəlirdim. Düşünürəm ki, istirahətimi də gözəl keçirə bildim. Müğənni Natəvan Həbibi və bu şəhərdə komandasının üzvü Rafael İskəndərov da bizimlə idi. Bir neçə gün də qalıb dincəlmək istəyirdim. Amma yeni layihəmin işlərinə görə qayıtmalı oldum. Qalmaqaldan, səs-küydən uzaq idim. İndi gəlmişəm. Başlayacaq yenə söz-söhbətlər. Gündəmdə qalmaq üçün barəmdə söz deyəcəklər. Susmağa çalışacağam. Amma düşünməsinlər ki, qorxuram. Tanıyanlar bilir ki, mənim bu həyatda qorxacağım heç nə yoxdur. Mənə qarşı çaşanların cavabını lazımı şəkildə verməyi bacarıram. Gönder mesajını, açın oxuyun. Yana 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 için oxuyun. Gönder mesajını, açın oxuyun. Yana 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 için oxuyun. Bircə kəlmə sevirəm desəm, səni qəlbimə Müğənni Elçin Cəfərov da ilk dəfə şəxsi həyatından danışıb. Mediada geniş müzakirəyə çevrilən Elçin o günlərdən söz açıb. Hələ ki şəxsi həyatımda durğunluqdur. Xoşbəxt olmaq üçün birinci növbədə ağıl lazımdır. İstər dost, istər qız, istərsə də sənət seçimində ağıl əsasdır. Həyatımda bəzi anlar olub ki, dərs almışam. Gecələri yata bilməmişəm, çıxıb dolaşmışam. Amma yenə də o anlar mənə böyük zərbə olmayıb, deyə müğənni bildirib. Mənə onu çağırın, Nəysə, süjetimizdə problemlər oldu. Hamısı bilsiz nəyin problemində? Nazilə xanım imkan vermədi şeirin desin. Nazilə xanım, buyurun, zəhmət olmasa. Soruşursan halımı. Halım yaman haldadır. Hər baxışın min sual. Taleyim sualdadır. Soruş ay ömrüm günüm. Soruş sənsiz necəyəm? Tək səninlə min canam. Sən olmasan neçəyəm? Düşündünmü bir dəfə bu yaralı bənövşə mənim nəyimi sevdi? Sənin nəyini sevdi? Yaşın yaşımdan uca, boyun da yox boyunca, üzünə həsrət qalıb baxmamışam doyunca, haldan hala düşürəm bir səsini duyunca. Mən baharam, sən payız, aramızda illər var ulduzların sayınca. Sənin nəyini sevdim? Taleyimə gələli, həyatım alt-üst olub. Hilələrdən uzağam, sözlərim dürüst olub. Bu amansız dünyada eşq də mənə qəsd olub. Axtarıram dağları, yüyürürəm düzləri, qaçıb şıltaq həyatdan, sevdim yorğun gözləri. Gündüzlər yol gedirəm, gecələr yol gəlirəm. Səni görmədiyim gün
özümə qəsd edirəm. Bravo. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun deyirəm, gəldiniz və Samir, səndən mahnı almaq istəyirəm. Biz çox təşəkkür edirəm. Mən elə gəlir ki, yetərincə müzakirə edə bildik, söhbət edə bildik və tamaşaçılara xoş əhval-ruhiyyə. Mən də şəxsən doymadım, inanız vaxt bəhsi deyə olmasaydı. Mən mahnı oxuyum, bayaq Hindistan rəqsini gördüm, həvəsə gəldim. Oxu, mən də oynayacağım. Страстным танцем сердце обожги И в бедствии душу погуби. Пусть движением руки, блеском глаз Обо всем забуду я сейчас. В танце топишь ты, боль, печаль, тоску. Всех мужчин губишь ты без стыда. Ты такая смелая одна, за собою водишь мир огня. Кожи бархат запахом духов прикрывают лепестки цветов. Страстным танцем сердце обожги И в бесстыдстве душу погуби. Пусть движением руки, блеском глаз Обо всем забуду я сейчас. В танце топишь ты, боль, печаль, тоску. Всех мужчин губишь ты без стыда. Ты такая смелая одна, за собою водишь мир огня. Кожи бархат запахом духов прикрывают лепестки цветов. Страстным танцем сердце обожги И в бесстыдстве душу погуби. Пусть движением руки, блеском глаз Обо всем забуду я сейчас. Обо всем забуду я сейчас. Обо всем забуду я сейчас. Обо всем забуду я сейчас.